Detlef qasırğası həftə sonu Almaniyada ciddi fəsadlar törədib. Şimal dənizi sahillərində suyun səviyyəsi kəskin yüksəlib. Daşqın təhlükəsi barədə xəbərdarlıq edilib. Güclü külək ağacları kökündən qoparıb, yaralananlar var. Almaniya təmsilçimiz Günay Məmmədovadan bizimlə birbaşa bağlantıda biz məlumatları eşidəcəyik. Günay, salamlayıram sizi. Bugündən qasırğanın sakitləşəcəyi proqnozlaşdırılırdı. Hazırda vəziyyət necədir? Buyurun. Bəli, burada Berlində də hava bugün buludlu və zaman-zaman yağış yağır, amma bu yağış Almaniyanın bəzi bölgələrindəki qədər güclü olmur. Son günlərdə həmin bölgələrdə güclü fırtına və qasırğalardan ciddi şəkildə həmin bölgələr təsirləndə Almaniyada Detlef qasırğası, həmçinin Böyük Britaniyada Emi kimi tanınır, fəaliyyətinin pik nöqtəsinə çıxaraq güclü yağışlar, fırtına, küləkləri və daşqınlara səbəb oldu. Xüsusilə Şlezvig-Holşteyn və şimal sahil rayonları böyük ziyan gördü, parom xətləri dayandı və infrastruktura zərər dəydi. Bəzi yerlərdə külək saatda deməli 80-100 kilometrə qədər çatdı. Çaylarda suyun səviyyəsi yüksəldi və daşqın təhlükəsi yarandı və qeyd edeyim ki, qasırğa indi tədricən həmin ərazilərdə zəifləyib, lakin həmin ərazilərdə yağış fasilələrlə davam eləyir. Sahil və dağlıq bölgələrdə hələ də güclü külək əsmə ehtimalı var. Almaniyanın hava durumundan təsirlənmiş bölgələrdə yaşayanlara diqqətli olmaq, meteoroloji xəbərdarlıqları izləmək və mümkün olduğu qədər təhlükəli zonalardan uzaq durmaq tövsiyə olunur. Eyni zamanda Balkanlarda vəziyyət hələ də kritik olaraq qalır. Bolqarıstanda güclü yağışlar daşqınlara səbəb oldu. Nəticədə 3 nəfər həlak olub və bir neçə nəfər itkin düşüb. Yüzlərlə sakin sahil şəhərləri və kurortlardan evakuasiya edilib. Qonşu ölkələrdə də güclü yağışlar və erkən qar nəticəsində elektrik kəsintiləri və infrastruktur zədələnmələri müşahidə olunub. Və beləliklə həm Almaniya, həm də Bolqarıstan hava hadisələrinin nəticəsindən ciddi iqtisadi və infrastruktur zərəri gördü. Qasırğa və daşqınlar elektrik xətlərinə, enerji təchizatına, yollar və kommunikasiya sistemlərinə təsir elədi. Evlər, müəssisələr və turizm obyektlərinə ziyan gördü. Nəticədə iqtisadi fəaliyyət yavaşladı və deməli yerli büdcələrdə əlavə xərclər yarandı. Bu həm dövlət, həm də özəl sektor üçün əhəmiyyətli maliyyə itkiləri deməkdir. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirəm sizə Günay. Əməkdaşımız Günay Məmmədova Almaniyanı cənginə alan Detlef qasırğasının fəsadları haqda bizə məlumatları çatdırırdı.